Deməli, yoldaşlar, bugünkü mövzumuz clauses of contrast'dır. Yəni, biz deyirik ki, baxmayaraq ki, hətta buna da baxmayaraq, buna da rəğmən dediyimiz məsələlər hamısı bugün masaya yatırılacaq və onlardan danışacağıq indi. Deməli, əvvəlki mövzunu həmən silirəm. Although even though in spite of despite deməli yoldaşlar, bunlar hamısı baxmayaraq ki deməkdir. Sadəcə bunların bəzi fərqləri var. Birinci, gəlin bunları iki hissəyə bölüm. Yuxarıdakılar və aşağıdakılar. Yuxarıdakılardan sonra cümlə, aşağıdakılardan sonra söz istifadə edirik. Məsələn, deyək ki, baxmayaraq ki, yağış yağırdı, biz piknikə getdik. We went to the picnic although it was raining. Ya da cümlələrin yerini dəyişirəm. Although it was raining, it was raining cümlədir. We went to the picnic. Yəni, yağışın yağmasına baxmayaraq biz piknikə getdik. Bunu sözlə necə əvəz eləyə bilərəm? Yağışa baxmayaraq biz piknikə getdik. In spite of the rain, we went to the picnic. Ya da despite the rain, we went to the picnic. Deməli, bunların da fərqi var, bunların üçün də öz arasında fərqi var, indi gələcəm oraya. Biz başa düşdük ki, bunlardan sonra söz, bunlardan sonra cümlə, bunlardan sonra söz istifadə edirik. Bəs bunların öz-özlüklərində fərqləri nədir? Although ilə though-nun fərqi odur ki, although cümlənin həmişə başında gəlir, o aid olduğu cümlənin. Amma though cümlənin sonunda da gələ bilir. Məsələn, biz deyirik ki, although it was raining, we went to the picnic. Ya da ki cümlələrin yerini dəyişsəm belə, we went to the picnic, although it was raining. Yəni, it was rainingin yenə başında gəldi. Though necədir? Though it was raining, we went to the picnic. Bunu deyə bilərik zaten bu şəkildə. Bir də, it was raining, we went to the picnic though deyəcəyik. Bax, though-nu cümlələrin hər birini saxlayıb ən axırda deyəcəyik. Tamam. Bu o demək olmayacaq ki, bizim piknikə getməyimizə baxmayaraq yağış yağırdı. Sadəcə olaraq deyirik ki, we went to the picnic, it was raining, we went to the picnic though. Yəni, biz yağış yağırdı, biz buna rəğmən piknikə getdik. Bir növ, belə kimi başa düşə bilərsiniz. Even though sadəcə though-nun biraz daha qüvvətləndirilmiş, daha belə hətta baxmayaraq ki formasıdır. Even though it was raining, we went to the picnic. Hətta baxmayaraq ki yağış yağırdı, biz getdik piknikə. Biraz mənasız hərəkət olsa da. In spite of-la despite-ın çox bəsit fərqi var. In spite-dan sonra of işlənir, despite-dan sonra işlənmir. Ona görə in spite-ın yanına of-u yazmışam ki, bilək ki, bu elə in spite of şəklində bunu qəbul eləyək. Əslində bu in spite-dır, bu da despite-dır. In spite of the rain, despite the rain. Okay. Bu şəkildə olacaq. Əgər tam başa düşmədisə, videonu yenidən əvvələ fırlayıb bir daha qulaq asa bilərsiniz. Deməli, bir də əlavə olaraq bizim burada iki ifadəmiz də var. Whereas və however. Whereas o deməkdir ki, hərçənd ki, məsəl üçün, buradakı misalı ilə birbaşa özünü oxuyacağım. Whereas John is very outgoing, his brother is quite shy. Yəni, bax, hərçənd ki, John biraz daha belə yola gedən adamdır, onun qardaşı biraz daha utancaqdır. Deməli, bir də orada however görürsünüz. However da whereas-lə tamamilə eyni mahiyyəti daşıyır. Bu however da, whereas da, bunlar hər ikisi də biraz daha formal dildə, biraz daha yazı dilində, yazı üslubunda istifadə olunur.
Və bununla bərabər 1, 2, 3, 4, 5 və 2, 6, 7 dənə 7 bağlayıcını öyrənmiş oldunuz. Bu 7 bağlayıcını tam şəkildə mənimsəmək üçün gərək yaxşı-yaxşı praktikalar eləyəsiniz. Zəhmət olmasa aşağıdakı praktikaları eləyin və növbəti mövzumuz if-lərin yarımçıq qalan third conditional mövzusudur. Onunla davam eləyəcəyik. Özünüzə yaxşı baxın. Orada görüşərik.